Sabahınız xeyir. Sabah xeyir qardaşım. Necəsən dayı? Çok sağ ol. Yaxşı olasınız. Bu nə edirsən səhər? Oha, nə olub? Buyur. Şeylere Ha, koyunlara derman vaxtınız xeyir. veriyor. Bir defa vermiş o kurt dermanı. Hı. Şimdi bir defa da verecek. Bu yola salmazdan qabaq verirsiniz? Yok yol salmıyor. Hə, onda saxlayırsınız evdə. Ha buyursa o akşam zəng elədim, tapşırdım ki beni gözlemeyin, ben derman vereceğim. Derman verenden 2 saat sonra da 2 saat bırakmama istəyir. Heç nə yeməsinlər. Düşdün mü? Hayır. Derman elə bir şeydir ki, qurt dermanı 2 saat bağırsaq boş olmalı. İndi dünən də yaxşı otladıqları üçün biz səhər tezdən vermədik. Yox, biraz sonra verək. Heç olmasa biraz ac olsunlar da. Boş bağırsağa derman daha yaxşı təsir edir. İndi biz pişə-pişləri ayırıyıq, körpələrə verməyəcəyik. Keçilərə verərsən necə? Ha? Keçilərə. İsmet. Keçilərə verərsən. Əlbəttə. Keçilər, qoyunlar. Ha, keçin görüm. Gəlin görüm. Pişə-pişi mən bir dəfə də müalicə eləmişəm. O karnı yedik onun. Bir dəfə də müalicə elədim, iğnələr vurdum. Soyuqluyur. Keçmişdi. Yox, nəsə bağırsağında infeksiya var. Şimdi köyləyəm yenə dalı bulaşıbdı. Şimdi dərman verəyəm, tarifə. Su getirsin kimdən sonra. Oldu mu? Aç ağzını, aç ağzını, al olacak. Aç. Elime düştü ya. Ustana tökülürsün. Yaxşıdır. Tuttun mu? Malades. Aferin. Getdi içeri. Get. Hani hamısını bir belə verirsə, dərmanların. Ha? Hamısını dərmandan belə verirsə bir. Ha, bir. Yoxsa öz xodu ilə içən yox deyək ki. Ya, öz kodine içer mi o? Gör paşa. Şimdi bunlara ver aktaracak. Kardeşim, öz kodine içmez akı. Ama veri bana salıyıq. Hele dursun abda. Sonra koyunu soğuyacak abi, değil mi? Nereye yaktan? O koyunu orası var. Yok şimdi keçinin ayağına da bakmak istiyorum. Ne olur bunun ayağına? Nədir? Bu kaymak dermandı. Qaymaq dərman. Yani. Bu nəyə yarayır? Kurt dermanı da. Bu da, hə, başa düşdüm. Elə bizim hamısında şeydir, dərman formasındadır. Şey kimi də, nə deyirlər? Yok, bunun iğnesi de var. İğnesini de vuracağım ben bunun. Aç hele. Adı nədir bunun? O protect, yox şeydir, qızdırmaydı. Bunlar kurt dermanları. Belki bu- Albendazol, ne bileyim o. Elə o şeyden de. Nesilden dermanlar. Yanını çıkaramıyor. Geçmişte Avrupa istehsalı verirdik dermanlar. Axtın da. Mesela İspanya, Portugalya, Hollandiya onların dermanları daha güzel oluyor. Şimdi Mısır, İordanya. Dünyada ne kadar hellem gellem ülke var. Hamısı derman istehsal. Ağzın probkası hiç düzgün bağlanmıyor. Bunlara neçə gram var? Bozulağını götürürsən. Bozulmuyor abi. Bir kere el sürten bozuluyor. Ya görün benim güzelim. Bismillah. Aç ağzını, aç ağzını, aç, üşüsün. Ne tabii, hoşuna gelmedi mi? Biraz az edeceğim bana. Ay bir təhər oldu da bunlar. Adı üstündə dərmandır. Ben də xoşlamıram belə baxan deyə. Gel abi, geçme, geçme. Bak, ağzında ter. Bək tutubdu, açmıyor. Aç ağzını.
Aç ağzını. Ay dada. Fikir ver. Bir de gıdık yapmaz. Göstərir ağzını. Ne oldu? İçmedin mi? Sağ ol, biri dərman döygüyə qaytarmıyor. Tabletkan qaytarırlar bir də gör. Hı. Bunu qaytara bilmir. Tablet geçirmek laf çatında. Bak kilitte de ağzı gör. Bak fikir ver. Seçiyorum. Yet yere. Böyle. Öldürüyorum bunu. Açdığını taxsan. Bir de yanım tutar. Böyle. Ayağını görürüm. Get o yana. Qoçalıdır, qoçalı. Aparırdı ya dayı. Ha, Verdin ona. Nə verir? Bu dərmanın iğnə formasında olanı var. var. Niyə bəs özünüzə əziyyət Onu da verirsiniz? yiyeceğiz. Həri. Ya öyle sen bu yaptarayım mı? Nə bilim dedim bəs qutarır. 3 defa yediler. Hayvanlar koşa gelince, Hə. hayvanlar hamile olunca Vermə onu. biz onu dermanlıyıq. Şimdi Erbat. Nasıl tutak ki 10 lira. Koyma. O bir şey... 10 gram bile boşalt. Risk eleme olmaz. Bunda 40 kilo diri çek olar mı? Ne bileyim. Yaş. Daha yanda. Bunlar heç sözə baxmır. Gənə keçi yaxşıdır. Seçiler akıllı ya. Bu qəşəng qız kimdir bəs? Nevesi. Bizim kızımız. Qızımız. Nevemiz bizim. Nəvəmiz. Özündən danış da biraz. Kimsən sən? Mən, Hə. mən atamın qızının qızıyam. Yəni babanın da ata siz deyirsiniz də. Kızının kızı. Nədə nə fərqi var? O atasına, babasına ata deyir, da? Hə. Hey! Başqa məlumat vermək istəyirsən bizə? Nə verim? Yaşım 9-dur, qaxlıyam. Çox gözəl. Gəncədə yaşayır. Gəncədə yaşayıram, 30 illər məktəbdə oxuyuram. Ha, Gəncədən gələnsiniz? Hə. Şimdi Ama bunu tut. Qardaşın hardadır? Qardaşım yatır. Yatır? Hə, yaxşı. Onu da başqa vaxtı çəkərik. inşallah. Adı soruşdum heç səndən. Yox. Adı Adım Vətanətli Babayeva. Babayeva. Hə, çox gözəl. Təbrik edirəm. Hər şey soruşdum, adın qalmış. Bak. Fikir ver. Hayvanın neybətli budur da o. Boğazına toxumuşan ud yesin də. Mən də uşaq vaxtı elə idim, dayı. Dərman içmir. Hə, yox, elə bir şey oldu. Orada tut yaramadı. Yerəm təkdə. Su içi. Oo, suyu da tamam. Ay, necə? Su içməməlidir dayı. Al bir kaşımın burnuna koy. Su içmə. Evet, ne yeməli, ne su içməli. Hə, nə yemək yeməlidir, nə də su içməlidir. Nə əcəb? Kimi
demədim bu ya bağırsaqlarında boş olmalıdır ya, o kurta təsirləsin deyə. Okey. Özüm təkrar edirəm. Bağırsaqları boş olmalıdır. 9 deyəsən. Bana bir yetəsinə görə. Oyun boğazdır, bilmem dedim, vermeyeyim. Boğazlar var. Getdik. İçidən qoyundu bu. Burada. 24 tane böyle şey var ya. 26 idi, ikisi öldü de. Nerede? Burnundan gələn nə var? Nədir öyle? Yani altına o erkeğe söyle. Sağlam ol. Sağlam ol. Bir də sağlam ol. Ne oldu? Niyə imkan böyle insan kesinler? Ayağı ağrıyor. Ayağı ağrıyor. Ha. Ona görə durmur ayağı. Peki istirahat ediyorsun. Ya çıkmasın palçıklara. Ayağı. Yine o yıl bakası ekran ayağının ne olmuş? Gəl tacə. Doldur. Ha. Neyini O geliyor onun yanına. Keçer bir. O keçi şefti daha. Neçə çəkindəcək? Ha? Şey tabii. 7 gram şey. Dayı ölçünü nəyə görə edirsən? Bədəninə görə, Ha hə? beden Çekiye göre. Tahminen çekiye göre de. Balaca Mesela şəkər. 40 kiloya 10 gramdı. 40 kilo çekiyor. Diri çekiyor. Hə. Şimdi dolan koyunlardı. Mahalle geybularda 40 kilo olmazsa. Onun için de biraz koyuna tukumuna göre biraz azaltıyor, çoğaltıyor. Mesela koçtan orada bir koyun var. Nişe koyun. Ona 10 qram mı verdin onu? 8 mi? Qoça. 10 gram. Ha, qoça 10 qram. Koça da koyuna da. Yemek yediriyorum. Ay van. Olmaz ha, vermə. Vermə. Fazla. Dərman verin. Bundan çık. Yedirme, yedirme. O 2 saat acırım onlara. Gel. Gel. Kulaq diye şey yok. Ne çekiyor ya? Kulakım lazım mı? Bir sıkalıyor. Neçə çəkiyor? Salam. O doğacak diyen kuzu şimdi bıraktık ya. O kuzunun anası budur bak. Bu koyun ben sana bir defa da çekende demişim ki bu koyun 8 aydan bir bağlıyor. Şimdi bir orada içeride erkek balası var, özü hamile. Neredeyse balası diye 8 aylık olan da bu tezden doğacak. İnşallah. Artık balasını emdirmeye. Akşam gelende fikir vereyim de Hı. emdirmeye. Kəsib süddə. Bu hamiledir. Böyle de sağ salamat olsun. İnşallah. Kalçak olmamalı. Atasının güzel kızı. Kömeğe mi gelip sen de? Ha. Bir derman mı? Ama şey. Koyunlar. 3 koyun kalır. Gelin. Aynen öyle. Beni incitmeyin. Hamiləyə verməyə niyə şey edirsən? Seçim arasında qalırsan, dərman verməyə. Kardeşim ben o hekimlerden soruşuyorum. Hem bir şey diyorlar ki eğer o hayvan o hamileliğin ortasındadırsa hardasa, mesela 5 aydan doğuydu hayvan. Mesela 3 aylı hamilədir. Deyək ortada da təxminən. Belə vermə olar. Təzə şey alan, təki alan, qoç alan heyvan təzə. Hı. Bir də uca yetirən heyvan. Onlara vermə olmaz. Hə, bir əvvəlində bir axırında Ha, olmaz. indi mən də dəqiq bilmirəm də o nə vaxt doğasıdır. Bizdən yadımda qalmıyor. Sözün düzü. Onun üçün də fikirləşək oluyor ki, verirmi, verməyimmi, xata eləyərmi, nəsə eləyərmi deyə. İnşallah da eləməz də. İnşallah. İndi Onlara yem verərsən. yemdir, nəyə yem verəyəm? Ha, onda ha keçiləri ısala qoyana, bir dənə onu yuyaq da.
Ya da buradan mı Al. koyalım? Keçini aparaq ora. Abi tuzu yalamıyorlar mı dediğimdi. Dermandan sonra. Çıxararıq keçiləri. Gelin. Hadi. Gəlin. Gelin yarım ayağa. Keçin yarım. Evde tuz olmaz. Keçin. Geçin o yana. Buzları bıraxıb qatırmıyorsa. Katar. Buyurun tutararıq da. Ne yiyeceğiz? Katır mı? Kat. O içeri girsin. Gel yedik gel. Bağıra bağıra bıraksın. Biraz su döymə asiyara, islatmaq istəyirəm. Baxaq görək bunda nə var da. Daya bir dəyə bax. Yaxşıdır, gedim. Onlar yemlənəsin də mısın? Yemin. Ye. Keçə. Keçə bir dəyə darıxma. Baxaq görək. Sən niyə taytıysan? Hakkında ne var? Ne olubdu? Yat, yat, yat. Ağolmuşum, yat. Bıçağın ucuna bak. Ama nasıl bir bıçaktan bunu? Ah. Evet, Yaxşı, hadi, dincəl. Bir dəqiqə dayan. Görək nə olursa ha. Bir xoşuma gəlir. Benim otuş ne? Ya ne diyeyim? Evet. İmkan ver de valla imkan. Yaxşı deyil, dayan görəyim. O incidi koy yere. İnciti su tök də, əlbət. Su tök görək nə tapıyıq ha burada. Nə bilim mən, bir dəqiqə. Elə sən deyən işçilik yoxdur, onca. Niyə aksiyon tapılmalıdır da bu? Ola bilər ki, yıxılıb zədə alıb yoxsa? Yox. O yola izə, abi qoyun gedən çaylaqla yola, o gecələr aparıb çox zibil tökürlər. Məişət tullantısı. Həmən məişət tullantısının içində şpris də olur. Nə bilim, o tikiş iynəsi də olur. Cürbəcür zibil olur. Kimə deyək, nə edək, onun öhdəsinə gələnməyək. Bu məmləkət kimindir, qardaş? Bizimdir də. Görün onu təmiz saxlayaq da. Zibildən ayrı şeydən poligon var. Qardaş, aparın zibili orada tökün də. Biz sizdən nə istəyək ki? Ha, bak. Tapdım, gördün mü? Bir tapın ben. Neyse batırıp çiçek. Mesela atıp da çirk herif. Bıçağın ucunu neydesin? Kardeşim. Ne oldu? Bakalım kardeşe bak. Dayan hayvan, dayan bir dakika dayan, darıkma. Öyle, gördün mü? Nerede o? Çubuk. Giri yarasa, tamam. Kapıldı sende der. Hayırlı olsun, hayırlı olsun. Amin. Çünkü ayağını yere koymuyor. Bunun sebep var ki ayağını yere koymuyor da. Ha? Yaxşı de. Bir döz bir şey. Vah. Mən eləməmişəm. Sən gedib giribsən o çola kösə, sən batırıbsan onu elə bil. Mən batırmışam. İçini təmizləyək də ha. Ha. Gel, dur. Ya? Getdik. Yere. İndi gəzə biləcək mi? Yeri ağrıydı sonra gelecekti. Gidəcəkdir inşallah. Getdik. Geç. Mən bu birinci değilmiş ha. Bundan qabaq da olub böyle şeyler. Ha şu. Neçə dəfələrdir. Çam, ne Ha bu sarğı ilə o da sarıyardıq da yazığın ayağında. Yok ha şey sen. Sağım dayanarım ayağımda. Sən niyə imkan vermirsən mən video çəkim? Gəl qulağımı şey eləyir. Sen pişiklerini yedirdin. Getdik. Şeylərlə ver. Yemek. Getdik çörəyimizi yiyək.
Gel elma sütök. Arta, Ha. bunun balası değil mi? O arı bunların anasıdır. Ha, bak bu doğmuyubdu. Üstümü eləmə də. Çok tardı. Sağ ol, təşəkkür. Birini də götür, qırağa elə üstümü eləmə. İndi Mətiş, birini də götür, üzü o tərəfə diyan ki, başa düşdü, sənin də üstümə gəlməsin. Mənə uşaqdır da, küləyin səmtini Təşəkkürlər Mətiş. Sağ ol. Ben gittim. ne kadar Sağ ol. Var, tabletkası da var. O qaymaq İğnəsi də var. maye formasında da var. Qaymaq deyək biz. Hə. Bir də iğnəsi var. Gücü eynidir, yoxsa? O indi mən oxuduğum ədəbiyyatlardan, baxdığım məlumatlardan, gördüyümdən bilirəm ki, məsələn, dərman var bağırsaq qurtlarına təsir edir. Dərman var ciyər qurtlarına təsir edir. Dərman var heyvanın başında olur qurt. Hə. Məzməzək deyirlər yeri Təsirli dildə. olur. Lori cəmaət ona məzməzək deyir. O heyvanı dəli edir. Ona da təsir edən dərmanlar var. Dərmanlar cürbəcürdür. Bəs- Yəni onlar Sən hər dəfə tabletka verirsən, belə qaymaq kimi verirsən? yox. Niyə? Tabletka verəndə qardaşım o mən o məlumatlarda da baxıram, internetdə də baxıram, mən həmişə eşəliyəm, axtarıram da orada çox ağıllı məsləhətlər çox olur. Demək, eyni dərmanı verə-verə dursan, qurtda ona qarşı şey əmələ gəlir, İmmunitet. immunitet əmələ gəlir və sonra o dərman qurta təsir eləmir. Ona görə deyirlər ki, məsələn üçün deyək də, bir dəfə ayvendazol verdinsə, bir dənə də bir ayrısını ver, bir ayrı tərkibdən, ayrı ailədən dərman ver. Ona görə də biz, mən bir dəfə tabletka verirəm, bir dəfə qaymaq dərman içirəm, bir dəfə də iğnə vururam. Bu ilə də bizim şeyimiz tamamlanır da. Hemen Serüvenimiz. hemen şeyi tamamlayıq. Sonra da qoyunu qırxıyıq eləyik, ondan sonra qoyun qoça gələn mövsümdə. Qoyun qoça gəlməkdən avablar eləməlisən. Ki, ulan hamısını eləməlisən ki, parazitləri. Sən hər il bu vaxt eləyirsən bunları. Hər il bu vaxt eləyək. Məsələn, doğandan sonra qoyun, doğandan bir 10-15 gün sonra əgər qoyunda qurt varsa, o südlə quzuya da keçir. Qurt elə zibildir. Bəs belə Ona görə qurt yediyi yeməkdən zaddan olur. yerdən götürür Hə, də. hə, otdan. Otdan götürür. Orada qurtun ən çox daşıyıcıları canavardır, çaqqaldır, itdir. O nəcisin harda gəldi, çöldə, indi sən çölü hamı yeri görə bilməzsən ki, haradasa çölə çıxır, nəcisin şeyliyi. O nəcisində olur da o parazitlər. Oradan keçən heyvanlarda Dəli baş oluyor qoyun, yerində fırlanan duruyor da, beynində qurt oluyor. O imenli diyor, o nəcisdən keçən qurtdur. Harası nə vaxtsa nəcis olubdur, sonra orada ot göyəribdir, qoyun da orada ot duyur yolu. və o parazit onun bədəninə düşür. Ona Ondan görə də indi qurtula biz bilərlər. çalışıyıq belə dava dərman edib, yəni qurtu sən tam kesə bilməzsən, onu tam təmizləyə bilməzsən. Müəyyən qədər qarşısını alıyıq da. Beyin qurdundan sağalmıyor qardaş. Bunun bir dənə müalicəsi var, bıçaq. Bir quzu dəlibaş oldu, öldü. 2 aylıq quzuydu onu, mən nə kesəcəm, nə edəcəm. Belə yerində fırlanan duruydu da, bəlkə rast olubsan internetdə zıdda. Dəlibaş xəstəliyi deyirlər ona. Mən işinə, bu qədər. Sən də gəlsən bizlə. Hə. Xoşun gəlir qoyunlardan? Qoyunlardan xoşun gəlir yoxsa keçilərdən? Keçilərdən, ən çox keçilərdən xoşum. Niyə? Çəpişi gözəl olur, özü gözəl olur. Gözləri, Gözləri. gözlər. Gözlər elə bir ki, göz bəbəyi bizdə var ya, dairəvidir. Onda düz bucaqlı gəlir. Hə. Çəpişlərdə də buynuzlar qəşəngdir. Qaça gəlir. Hadi çəkdə. Xoş gördük, xoş gördük. Soruşum. Nə? Sənin də adın Rəcəb idi, deyil? Hə, Rəcəb? hə, Babanın adını qoyublar sənə? hə. Dayınındayam, mənim dayımın. Adaş. Mənə bax, hansı komandanı tutursan? Beşiktaş.
Niye Paris Saint-Germain formasındasan? Saçını düzeldim biraz. Ay qorxma. Dayı bu Beşiktaşlı eləmişsən onda. Ha, bu bizim Beşiktaşlıdır. Bəs deyirəm niyə Paris Saint-Germain formasını geyinib? Kim alıp da formanı bilmem. Ben Beşiktaş'ın formasını almıştım. Hə. Görürsən Kim mi? alıp Gökhan sağ onu? Almayıbdı. Ha. Şey gətirib. Nami. Ha. Turuş falan oğlunun forması bu. O bir işte. Ha. Hani bizim devzimizi dinen görsün. Yaşma güydü, Beşiktaş. Ya düzgün gösterdi ha onu. Yaşma güydü, Beşiktaş ürək. Ay tamam tardı gitti. Nə dedi dayı tərcümə? Yaşma yüzdü Beşiktaş yürekti. Hoppa. O bizim vurduğumuz devizdi. Şimdi biz boyunları az tarafa aparaq. Qalatasaraylısan sən də? Hə. Biz evet anam tərəfdən 2-3 nəfər. 2-3 nəfər deyək. Bir babam deyil, Beşiktaş. Bir dəqiqmiyim. Amma bütün sülalə deyək ki, Galatasaray tutur. Aşağı. Dayım qızı da, xanım qızı da, xalam da, dayım da. Mən də Qalatasaraylıyam da. Gəl bura. Keç. Bu hələ də axsıyıram, o düzələcək də. Hələ tikanı çıxartmış o. Səhər dayı çıxartdı. Hadi. Hadi avına bak. Ara durmaş. Rusça danışa bilir. Yox, elə bir ki, Ruslarda keçilər açıq rəngli, belə qəribə olur da. Ona görə Rus keçir. Rusiyadan elə bir ki, Ruslar eləyir. O ağ misal, ayta ağ yerli keçi deyilmi? Ah geçanı. Ağ keçi ora girib. Oradadır. Araya. Ah hiç girilebilir miyiz ha? Hə, İngil var, atdan gəzir. Ha? Ağ keçi yeri kiçik. Yok. Ah küçük geçiyor. Sonra geçiyor. Bax, bir dənə də çəpiş oldu, bax, dırmaşır çəpiş kimi. Sonra Bax. geçiyor. O sonra geçsin. Aa bu keçi aksıyı bizim. Biz uzağa gidemeyeceğiz şimdi. Ayağını temizleyelim. Bəlkə qoyaq onu evə. Hadi çıqırır yatdı həyətdə. Yeməlidir. O elə xəsiyyətsiz heyvan da. O evdə saxlayanda da onun harayından dayanma olmuyor da. Gel keçi. Ağsaqqal gel yürək. Recep bunu ağsaqqala da qoyubdu. Balaca. Gel. Aha balığı. Nəyə ilişmisən? O da ilişdim mən. Dur lan. Hayır, peyid. Amına bax, mənim də ayaqqabım ilişdi. O da öldü. Tut bir dənə telefonu. Gözlemən elim. Hadi yox, özüm eləyəcəm. Telefonu tut sən. Buradan. Yavaş. Sağ ol. Hadi. Ne oldu? Sana evde sağılır mı? Nerede? Sen dünyanın nerede? Selamünaleyküm. Selamünaleyküm. Evet. Artık bütün çəpişlərin tuzu vardı, değil mi? Bu çəpişlər. Ya çəkişlər evdə. Çəkişlər saracaq xalqlar. Bir tane çəpiş var ya kapıdan. Bugün atamadın da şeye. Gəlin. Şuraya koşma. Geçin. Bugün kızım terman verirdik da. Hani şuraya necə koşun? Şuraya koşmakta ötürü zehemlere yaparmak lazım. Hara. Bundan sonra bir gün evde saklayalım, sabah günü süreceğim daha. Bu dermandan ötürü mütlak saklamalıyız. Baş aşağıda bağlı. Burada. Bura şey deyil, baba dayıgilin evi. Orada gidiyor da. Hə, bağlanıb ora, hə. Oldu bak. Yox. Bura o evin yesi ki şeyler sal koyunları otlasınlar. Dincəlsinlər.
Hə, qaqam mənim. Sanatoriyadır elə bir qoyunlar üçün deyək. Bizim ikimizin də çomaklarımız var, görürsən bax. Bəli. Demək biz çobanlarıq. 2 Rəcəb. O hələ şeydir də, praktikant da. Praktikaya gəlir. Köməkçi. Hə. O bizim uşaqlığımızda mahnı var idi. Mənim nənəm sağıcıdır, köməkçisi mənəm. Nənəm sağır inəkləri, nə bilim, badiyada süt köpüklənir. İndi bu da mənim köməkçim. Neçə yaşın var? Oxuyursan, işləyirsən yoxsa? Yox. Pensiyaya çıxıbdı. Hə. Atasının gözəl oğludur o. Ata, Ne oldu kızım? Giyin onu. arkamda koz var ya. Hey, niye bana olmamışsa? Vaa. Daha neye götürmüştüm? Anladım. Ana verdi giy de aynı ha. Sehersin domino şotu ne oldu Ben akıra? kazandım. Ben bıraktım abi onları. Arkada oyunda tülüyor almışsın. İnşallah. Özün elə. Ne oldu be sen böyle güçlü oğlan ya? Rahat olmadı ki. Nasıl olsun gücü çatmadı. Elden didası oldu. Mikrobayon. Uşaqda yazı qaldı. Gələ tədir o, dostum bacım, mənim bacım. Oo, ərizə işbıdır. Hoşum gəldi, maç edim ulandan. Sen niye inirsən orada? Göbele əkirsən? Aklım. Bak mesela bak dalında bak o ana bala bak yanaşı dururlar bak. Hı. O kuzunu. O kuzu anasının elə bir ki o qoyunun Bir ikinci dənəsidir. balasıdır. Hə, ikinci balasıdır. Bəli. Kişi də özdə. Kişidir. Kişi. Kişi. Hə. Dad. Hə, məsələn. Dişi toxludur da. Deyək. Hə. Onu damazda saxlamağa da olar. Hı hı. Ancaq yenə deyəm də mən indi orada bir dənə əkizin tay var. Onlar balacadılar. O əkizin tayını saxlayacağam. Sonra bir dənə bir balaca quzu var, yaxşı qoyunun balasıdır. Onu saxlayacağam. Çünki hamısını saxlayanda da bu çox oluyor da heyvan. Növbədə artıq növbə oluyor, əziyyət oluyor, çətin oluyor. Damaz yerləşmirlər. Çətin oluyor da Bir belə. də şey soruşum. Sən bir ala dedin yayda isti deyə qırxırsan, qıxdırırsan daha doğrusu Mütləq qoyunları. qırxılmalıdır Bu heyvan. xəstəliyi də yarada bilər o, yoxsa Heyvan sen havalar isinəndə kurtkanı çıxarırsan da Evet, təbii. evet, Elə deyilmi? evet. Bir köynəklə gəlirsən. Niyə bir köynəklə gəlirsən? İsti oluyor İstidir, gəlirsən. evet. O heyvan da elə da heyvan. Əziyyət çəkək istidən. Ha. Bax odur bax. Bax bu qoyun. Bax Hansı? bu qoyun. Bax balası da da. Bax balası balaca. hə bu. Damazlığa yağış onu saxlayacağam. Bax. Qaçdı Bax, ayca. yaxşı qoyundur. Cavan qoyundur da. Bax balası da gözəl. Balası kişi qaradı baladır. özü ağda, hə? Sarışın. Qumral qoçdan törəyib bax onlar. Hə, düşdü. Qoçu oxşuylar da rəydə. Əksəriyyəti kömlü, şabaltı rəngli deyək də. Ay dostum. Bir də qoyunum var bir dənə, ikinci doğubdu, əkiz doğubdu. Biri erkəkdir, biri dişi. Erkək satılacaqdı yəqin ki 5-6 ayında. Kişi isə qalacaqdı damazlığa. Damazlıq nədir? Yəni sonra saxlayanda doğsun da sonra. Quzu Ən doğsun. çox verilən sualdır bax o. Onu düzü biz cavablamışıq o bir neçə dəfə biz. Ha. Damazlıq nədir? Yəni Damazlıq- növbəti ilə saxlanılır. Yəni erkək heyvanı ilə toxumluq, dişi heyvanı ilə damazlıq. Erkək neynədə satırsan? Erkək də bir dənə erkək saxlamalısan da. Quzular hardan törəyəcəkdi? Quzular olsun deyə bir erkeğin olmalıdır. Bizim qoçumuz var axı. Biz qoçu nəyə saxlayaq? Bu toxumdur. Dişi heyvanları damazlıqdır. Damazlığı saxlayaq ki, bizə quzu versin. Məsələn, içində bölüyün yaşlı heyvanlar var. Yaşlı heyvanları çıxarıyıq, yerinə cavanlarını saxlayıq. Bu damazlıqdır. Sənin 15 dənə, 20 dənə damazlığın varsa, bu damazlıq material deyirlər buna. Yəni o damazlıq material olsun ki, sənin quzun olsun da. Yoxsa quzu hardan ola bilər ki? Atma da insan. İndi bu quzumuz da ölən qoyunun balasıdır. Bu əkiz doğmuş da bir quzusu öldü. Bax bu quzu var. Yetim qalıb. Bax bu, ha. Yaxşı da özü, tutanda ağırdır. Kökdür. Bu burada bir şişək var, birinci doğubdu.
Onun balası da orta balalardandır. O şeyi əmi, o da ona icazə verir amma. Yəni Allahın işidir də. Heyvan anasız qalmır da. O hansısa bir heyvan onu Bəsləyir. şeyinə götürür də. Himayəsinə. Himayəsinə götürür, bəli. Yəni o da Ona telefon olsun. yəni o erkəkdir, həm də toxuma yarıyan erkəkdir. O mütləq satılacaqdır. Yəni ancaq satılmaqdan ötürü o inkişaf eləməlidir axı. Böyüməlidir, kökəlməlidir. Hə, dinç deyən də. Dinç deyən 2 dəqiqə dinç deyən. Yaxşı da görürəm. Sən niyə o şey kimi eləyən dayda kimi dayanmısan üstümə çubuqla? Torpaq şöbəsi var. Aparat var. Bəli. Xəmir xörəklərindən ən sevdiyim. Hər işdə. Bəs sürhü dayı? Sözü sevmirəm. Elə söz demə. Bəzən sual verirlər ki, sən nə tər sarbaşdan sürü sevmirsən? Aha. Deyəm, ay qardaş, mən Düz sarbaş deyəm, mütləq sürünü sevməliyəmmi ki? Mənimki ərişdədir. Özdə qurətlə. Qurat nə? Hə, bəli. Hello. Hello, no. Sən nə xoşlayırsan bəs? Yemək. Niyə? Günəş düşür. Badımcan kebabı. Saçlarım da. Saçka yumurta. Dağlarını tarıyorum. Çıxartma. O da Dinlerim de sonra. Babasına oxşayır. Hə? bir çıxardı. Ən çox sevdiyim yemək Üstünü batırmayayım da. Sen Hadi kıvaza. çıkarıyorum. qıvaza. Senin mi? Sen mal kesen günler 3 tane yiysen. 3 tane. Dayı ilə danışanda mənə niyə çəkirsən? Biraz şeylədir. Divizyon oldu. Ben yere indi sıçarım diye düşersen ha. Öyle. Üstünü temizledi. Paltıktı. Hə, dayı ayaqqabından gəldi. Ən çox sevdiyim fəsil yay. Senin mi? Yəni Niyə? ayaq altı quru olur. Ben de Vallahi. kış. Adamın ürəyi açır. Sen kış mı? Ha. Ve senin? Gün tutulanda, bulutlu olanda hava adamın hiç keyfi də yerində olmuyor. Ben Yalan söhbət. şey güzelliğine Sen böyle- göre paytaş. O heyvanlar, En sevdiğim. heyvanlar adamlar üçün En sevdiğim renk. quru fəsildir. Sen yaşıldın. Ən yaxşı fəsil quru fəsildir. Karı yaş. Heyvanların altı quru olur, sənin altı quru olur. Heyvana sevdiğim baxanda renk. əziyyət çəkmirsən, Qırmızı. palçıq yoğurmuşsan, palçıq tatdalamısan. Yəni o Ha. Sen bilirsen mi kırmızı, sarı, mavi Galatasaray renk. rəngidir. Mavi nə idi də? Tamam Mavi. da kırmızı, sarı, mavi. mavi. O renkleri hansı renkle karıştırsan o rengi aldırabilmişsin. Nə danışdın mən anlamadım. Anladın mı? Yani o üç rengi hansı renkle karıştır? Takalı Elə bir ki- da. Mesela narinci ile penuşe karıştırsan kırmızı andırmadı. Öyle bir şey. Çünkü onlar elə bir ki qatışmır. Ay, Ama saçın da onlar burada. onları qatanda bir renk Düşürdün aldı. səni? Mesela şu sarı ile mavini qatdı, yaxşı olmadı. Kırmızı ile sarını qatdı, narinci elədin, elə bir şey. Çox sağ ol. Vallahi o yerlərində ata məktəbə getməmişəm. Dərsdə ya da dərsdən qaçmışam. İkisindən biri olubdu. Sen dərsdən qaçıbsan mı? Nələrdən? İşte dərsə gedibsən, onu soruşur. Mən məktəbdə xuliqan olmuşam. Bəli. Və sən? Mən çox az mən. Bizdə o qədər də güclü deyil axı. Qaçmaq söhbəti. Bizdə müəllimə elə bir ki uşaqlar, bizdə bir dəfə uşaq var idi. Onda biz əlifbaya hazırlaşırdıq da üzə. Əlifbaya hazırlaşanda uşaq var. O elə bir ki bizim məktəbdə işləyənin oğluydu da. Hə, o necə qaçdısa bizimki də kafeldi də məktəb bütöv. Kafel nətər qaçdısa bufetin yanında şaram deyə qolundan düşdü. Görsən o bütöv qurum belə tərpətənməydi də, belə duruydu sadəcə. Da yaxşı da anasını ağlatdın.